Paxılların, xəbislərin yaşadığı bir kənd var idi. Bir gün hökmdarın həmin kəndə yolu düşdü. Hökmdar kəndin xarabalıqlar içində olduğunu görüb vəzirinə dedi: "Nə üçün bu kəndə abadlıq üçün pul ayırmırsan?" Vəzir deyir: "Dəfələrlə bu kəndin abadlığı üçün pul ayrıldı, amma bu kəndin adamları çox paxıl olduqlarından kənd abadlaşmadı." Bunun doğru olub olmadığını yoxlamaq üçün hökmdar kənd sakinlərindən birini çağırıb dedi: "Ürəyindən hər nə keçirsə istə, amma bir şərtim var. Məsələn, əgər sən bir dəvə istəsən, sənin qonşuna 2 dəvə verəcəyəm." Adam fikirləşməyə başladı. Demək, mənim bir dəvəm olsa, qonşumun 2 dəvəsi olacaq. Yox, belə fürsəti əldən vermək olmaz. Şah sağ olsun, əmr elə mənim qoy bir gözümü çıxarsınlar. Paxıllıq bu qədər qorxulu xəstəlikdir. Onun müalicəsi də var. Onu da deyəcəyəm növbəti söhbətdə.